insanlar həyata gəlir. Bizə can mütəal Allahın töhvəsidir, lütfidir, mərhəmətidir. Bizə göndərilən peyğəmbərlər mütəal Allahın bizə izzətidir, minnətidir. Bunlar bizə necə yaşamalı və onun məntiqi sonluğu olaraq necə ölməyi öyrədirlər. Baxın, amma hamı üçün doğru yaşamağı başarmır əksəriyyət. Əksəriyyət doğru ölməyi də başarmır. Odur insan evladı ki, onun ünvanına peyğəmbər gəlib, imam gəlib. Haqqı var o insan, yeri var, bir cür yaşaya, dünyadan gedən günü sevincinin ən ali günü ola. Sevincinin niyə? Çünki bir dənə huzura, bir həyat tərzinə gedir ki, indiyə qədər onun mislini görməyib, bərabərini görməyib, dadını duymayıb. Nə gözəl, indi hər biriniz təsəvvür edirsiniz, adam gözün yummağla Allah Rəsulunun huzurunda ola. Allah Rəsulu adamın üzünə gülə, behişt bərində, maddi, mənəvi nemətlərlə onların kənarında olasan, nə böyük arzu. Nə böyük arzu ki, insan dünyadan gedəndə insana əzab mələkləri pusqusunda durmayalar. Yox, rəhmət mələkləri ilə Allah Rəsulü insanı qarşılayar. Əli ibn Əbi Talibin əlindən Kövsər suyu içəsən, əgər adamın təsəvvürü bu olsa, əgər adamın ləyaqəti bu olsa, nə böyük savab.